Ayşə anamız özü rəvayət edir, deyir ki, mən Peyğəmbər sallallahu əleyhi və səlləm dedim ki, ya Rasulullah, ərəaytə in alimtu eyyü leylətin leylətul qadr mə əqulu fiyhə. Qədr gecəsinin hansı gecə olduğunu bilsəm, həmən vaxtı mən nə deyim, nə deyib dua eləyim? Və Peyğəmbər sallallahu əleyhi və səlləm ona deyir ki, quli, deyir, denən ki, Allahım, sən əfv edənsən və əfv etməyi sevirsən, məni də əfv et. Allahümmə innəkə afuvun tuhibbul afva fa'fu anni. Bax, bu Qədr gecəsində ən gözəl duadır eləməyə. Ümumən, bütün bu axır 10 günün məğribdən sonra bu duaları sübhə qədər eləmək lazımdır. Boş vaxtı oldu, bu duanı elə. Sən bağışlamağı sevirsən deyirsən Allaha. Və məni bağışla, əfv elə. Əfv etmək odur ki, tamamilə silib aparır. Bütün günahların silinib aparılmasıdır. Heç izi belə qalmır. Əfv odur. Yəni, tamamilə bağışlanır. Allah da səni əfv eləyərsə, Allah'a izləsən, cənnətə girərsən birbaşa. Allah Azə və Cəllə bizləri hamımızı əfv eləsin. Allah Azə və Cəllə müsəlmanların günahlarını bağışlasın.